Ekranda gördüyümüz ən sadə elektrik şəbəkəsidir. Burada batareya və lampadır. Batareyanın müsbət və mənfi qütbləri var. Müsbət qütbünə biz faza, mənfi qütbünə 0 deyirik adətən. Və bu uyğun olaraq lampaya qoşulduqda lampada işıq yanmaya başlayır. Çünki batareyanın müsbət tərəfindən hərəkət edən elektronlar lampada müqavimətə rast gəlirlər və orada istiliyə və işığa çevrilirlər. Və mənfi tərəfdən yenidən qayıdırlar batareyaya. Düzdür, müxtəlif teoriyalara görə bəzi alimlər deyir, mənfidən müsbətə hərəkət edir elektronlar, bəziləri isə müsbətdən mənfiyə doğru hərəkət etdiyini deyir. Yəni bizim elektriklər üçün bu o dərəcə önəm kəsb etmir. Əsas işin mahiyyətini anlamalıyıq. Burada lampanın yanmaq üçün elektrik enerjisinin iki göstəricisi bizə əsas lazım olur. Bu gərginlik və cərəyan. Gərginliyi biz ölçürük voltla, onun işarəsi V hərfidir. Cərəyanı biz ölçürük amperlə, onun işarəsi A hərfidir. Bəzi hallarda insanlar amper ilə voltun fərqini çətinliklə anlayırlar. Çünki mürəkkəb bir mövzudur əslində. Çünki volt gərginlik, amper cərəyandır. Bunun sadə bir yolu var anlamaq üçün. Ekranda gördüyünüz bu mavi xətt, təsəvvür edin ki, bir çaydır. Çayda axan suyun sürəti volt kimi təsəvvür edin, yəni gərginlik. Çayın enini isə amper, yəni cərəyan kimi təsəvvür edin. Eyni ilə naqillərdə də bu formadır. Naqilin içindən elektronların sürəti nə qədər çoxdursa, voltaj da o qədər çox olur. Və həmin naqillərdəki cərəyan nə qədər genişdirsə, nə qədər güclüdürsə və yaxud da naqilin eni nə qədər çoxdursa, bir o qədər çox cərəyan oradan keçə bilir. Yəni amperaj. Yəni bu formada yadımıza saxlasaq, ümid edirəm ki, amper və voltun fərqini anlaya bilərik. Biz elektrikə lazım olan ən əsas iki termin öyrənmiş olduq. Volt və amper. Yəni gərginlik və cərəyan nədir? Nə üçündür? Onları bilmiş olduq. Və üçüncü ən əsas terminlərdən biri müqavimətdir. Müqavimət hər bir, deyək ki, lampa olsun, digər texnikalar olsun, hər birinin özünün müqaviməti var. Onu biz testerlə, yəni multimetrlə ölçüb yoxlaya bilərik. Testeri keçiririk ohm hissəsinə, yəni müqaviməti ölçmək üçün nəzərdə tutulmuş hissəsinə keçirdirik və şupları birini bu hissəyə, birini bu hissəyə, deyək ki, bu lampanı ölçmək üçün qoyuruq. Deyək ki, orada 1 ohm gərginlik var. Üzr istəyirəm, 1 ohm müqaviməti var bu lampanın. 1 ohm çox kiçik bir rəqəmdir, çox kiçik göstəricidir bu lampa üçün. Sadəcə olaraq mən nümunə üçün bunu göstərmək istəyirəm. Deyək ki, biz sağ tərəfdə görülən bu üçbucaq, bu ohm qanunudur. Bunu mən üçbucağın içində volt, amper və ohm müqavimətin ölçü vahididir, ohm yazmışam. Aşağı hissədə isə UIR, bu ingilis dilindədir. Bu gərginlik, cərəyan və müqavimət deməkdir ingilis dilində. Amma buna heç baxmayaq, çünki başımız qarışmasın ingilis hərflərinə. Mən bunu sadə formada yuxarıda düzəltmişəm. Volt, amper və ohm. Deməli, burada məntiq nədir? Voltu tapmaq üçün amper vurulur ohma, amperi tapmaq üçün volt bölünür ohma və ohmu tapmaq üçün volt bölünür amperə. Və bu lampanın əgər deyək ki 1 ohm müqaviməti var və şəbəkədəki voltaj 220 voltdur, bu zaman amperajı tapmaq üçün voltu bölürük ohma. Yəni 220-ni bölürük 1-ə və nəticədə neçə amper olduğunu tapırıq. Xəttdə neçə amper güc olduğunu tapırıq.
Bu formanı biz mütləq yadımızda saxlamalıyıq, çünki bu hesablama qaydası gələcək işlərdə, evlərdə avtomatların qoyulması, otaqlar üzrə avtomatların qoyulmasında çox vacibdir, çox lazım olacaq. Amperajları təyin etmək və s.